Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 vətəndaşımız itkin düşüb. Onlardan 3977-si 1-ci, 6-sı isə 2-ci Qarabağ müharibəsində itkin düşüb. Həmin şəxslərdən 3209-u hərbiçi, 774-ü mülki şəxsdir. Bunu Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində çıxış edən Qəzənfər Əhmədov bildirib ki, itkinlərdən 3698 kişi, 285-i qadındır. Bu müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 419-u hərbiçidir. Qeyd olunub ki, ötən dövrdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılıb. Ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilib. DNT profilləri çıxarılıb. İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevralından etibarən aparılmış qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib və həmin məzarlıqlarda itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal olunan insan qalıqları aşkarlanaraq götürülüb. Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan tikinti işləri zamanı 309-a dək şəxsə aid meyit qalıqları aşkar edilib. Eyni zamanda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 23 qəbristanlıqda tanınmadan dəfn edilmiş məzarlardan 192 nəfərə aid meyit qalığı ekskumasiya edilib. 1 mart 2025-ci ilə olan məlumata əsasən 688 itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb. Onlardan 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək meyitləri ailələrinə təhvil verilib. Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini General-Leytenant Şərafət Həsənov isə deyib ki, martın 1-nə olan məlumata əsasən 3700-dən çox itkin şəxslə bağlı 11000-dən artıq donordan bioloji nümunələr toplanıb və sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Genetik Araşdırmalar Mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir. Şərafət Həsənov deyib ki, itkin düşmüş 3983 nəfərdən 3209 nəfəri hərbiçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmayanlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır. Onun sözlərinə görə istintaqla sübut edilib ki, 170 Azərbaycanlı əsir işgəncələrlə öldürülüb. O da qeyd olunub ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılmasına imkan verməyib. 30 illik işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilməsi, işğal dövründə törədilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, hətta landşafın və relyefin, eləcə də qəbristanlıqların, məzar yerlərinin, o cümlədən itkinlərə aid məzar yerlərinin məqsədyönlü şəkildə dağıdılması kimi amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Bildirilib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırki dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 insident qeydə alınıb. Nəticədə 70 nəfər həlak olub, 314 nəfər yaralanıb.